Şükür etməyi bilməyən insan itirdiklərinə heç vaxt üsyan etməməlidir. Dəyərli izləyicilər, çox gözəl bir fikirlə efirimizə başladıq. Bugün də düşünürəm ki, çox maraqlı bir mövzunu müzakirə edəcəyik. İnsanın simasında hər zaman onu gözəl göstərən, vizual görüntülərini önə çıxardan gözlərdir və bunlardan sonra da dişlər gəlir. Dişlərin gözəl olması, düzümlərinin daha yaxşı olması insana əhval-ruhiyyə, həm də ki, müsbət bir enerji verir. Bəzən problemlər olduqda isə bəzi insanlar var ki, hətta deyərdim ki, bəzi qadınlarımız belə bu problemlərdən çox əziyyət çəkirlər və insan üçün bir psixoloji gərginlik yaradır. Bu gərginliklərdən uzaq olmaq üçün biz kimə müraciət etməliyik? Əlbəttə ki, həkim ortodonda. Proqramımızın qonağını dəyərli izləyicilər sizə təqdim edirik. Qonağımız Ağız və Diş Sağlamlıq Mərkəzinin həkim ortodon stomatoloqu, eyni zamanda Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin müəllimi Əli Məmmədova. Şükür etməyi bilməyən insan itirdiklərinə heç vaxt üsyan etməməlidir. Dəyərli izləyicilər, çox gözəl bir fikirlə efirimizə başladıq. Bugün də düşünürəm ki, çox maraqlı bir mövzunu müzakirə edəcəyik. İnsanın simasında hər zaman onu gözəl göstərən, vizual görüntülərini önə çıxardan gözlərdir və bunlardan sonra da dişlər gəlir. Dişlərin gözəl olması, düzümlərinin daha yaxşı olması insana əhval-ruhiyyə, həm də ki, müsbət bir enerji verir. Bəzən problemlər olduqda isə bəzi insanlar var ki, hətta deyərdim ki, bəzi qadınlarımız belə bu problemlərdən çox əziyyət çəkirlər və insan üçün bir psixoloji gərginlik yaradır. Bu gərginliklərdən uzaq olmaq üçün biz kimə müraciət etməliyik? Əlbəttə ki, həkim ortodonda. Proqramımızın qonağını dəyərli izləyicilər sizə təqdim edirik. Qonağımız Ağız və Diş Sağlamlıq Mərkəzinin həkim ortodon stomatoloqu, eyni zamanda Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin müəllimi Əli Məmmədova.